Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Rabbi şrahli sadri ve yessir li emri ve ehlul ugdeten min lisani yefkahu kavli. Salamlayıram əziz və hörmətli qardaşları, məclis iştirakçılarını. Bu gözəl gün münasibətilə, bayram münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. İlk təbrikim bu gün münasibətiləndir. İkinci təbrikim isə əziz qardaşlarım, bura gəlməkdə ləyaqət tapdıqlarına görədir. Bu səbəbdən də doğrudan təbrik düşür və hər birinizi təbrik edirəm ki, belə bir ləyaqət qazanmışsınız ki, Allah icazə verib, belə bir məclisdə iştirak edək, həm biz, həm siz, hamınız. Adam bir fikirləşir, insanlar hardadılar, hansı yerlərə gedirlər, biz hardayıq və buna görə gərək şükür edək həqiqətən. Allah bu günü bizə doğrudan bayram qərar versin. Bu dövrdə yaşayan insanları, axirət zamanda yaşayan insanları əziz İslam Peyğəmbəri qardaşlarım adlandırır. Bu dövrün xüsusi bir dəyəri var. Yəni, bu dövrdə olan, qeybdə olan imamın bütün peyğəmbərlərin arzusu olub onun dönəmində yaşasınlar, onun xidmətində olsunlar. Belə bir dövrdə qərarlaşmışıq. Bunun özü də insan qədrini bilməli olduğu məsələlərdəndir. Peyğəmbər ona görə buyurub ki, o dövrdə yaşayanlar mənim qardaşlarımdır. Öz səhabələrinə buyurub, onlar, siz mənim səhabələrimsiz, o dövrdə olanlar qardaşlarımdır. Biz İmam Zaman sallallahu aleyhin dövründəyik. Və bu dövrdə də imamımıza qarşı vəzifələrimiz var. Bu barədə çox eşitmişsiniz. Adam gərək bunu yaddan çıxartmaya ki, mən sağ bir imamın imamət etdiyi bir dövrdə yaşayıram. Hazır olduğu, huzuru olduğu bir dövrdə yaşayıram. Bu insanın düzəlməsi üçün kifayətdir. Bu düşüncədə olması insanı islah edir, düzəldər. Bu barədə düşünmək. Amma əziz İslam Peyğəmbəri Həzrəti Muhammed Allahümmə salli ala Muhammed ali Muhammed bu dönəmdə bir əməllərin daha üstünü hesab edir. Başqa hədislərdə ən böyük əməl olaraq təqdim olunur. Həmin əməl fərəcin intizarını çəkməkdir. Fərəc yəni qurtuluşun, zuhurun, İmam Zamanın gəlişinin intizarında olmaq. Əziz İslam Peyğəmbəri buyurur. Qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm əfsəlu əmali ümməti intizaru fərəcillahi əzzə və cəl. Ümmətimin ən üstün əməli fərəcin intizarını çəkməkdir. Baxın, bu hədisdə İmam Zaman sallallahu aleyhi yolunu gözləmək, fərəcin intizarında olmaq bir pasiv əməl kimi, pasiv bir iş kimi təqdim olunmuyor. Ən fəzilətli əməl aktiv hərəkətdən söhbət gedir, aktiv əməldən söhbət gedir. Əməldir bu. Bu intizarda olmaq əməldir. İntizarda olmaq oturub gözləmək deyil. Doğrudan hazırlaşasan o gözləntiyə, o gözləntinə uyğun olaraq da yaşayasan, doğrudan gözləyəsən, müntəzir olasan, intizarını çəkəsən qəlbinlə. Gəlişi üçün hazırlaşasan, zəmin yaradasan, intizar əsl mahiyyəti budur.
Bunlar geniş mövzulardır, mən müqəddimə olaraq qeyd edirəm. Bunlar barədə danışmaq istəmirəm. Çox eşitirsiniz, danışıblar. Bugün sadəcə bir məsələ, İmam Zaman salamun aleyhin o gözləntisi olan bir məsələyə işarə edəcəm. Xilaskarın intizarında olmaq bütün dinlərdə gəlibdir, bütün dinlərdə var və zülmlə, fəsadla dolmuş bir dövrdə bir dənə ümid çırağıdır. Fərəzin intizarında olmaq, o xilaskarın yolunu gözləmək. Yenə başqa bir hədisdə Əziz İslam Peyğəmbəri buyurur ki, Lə təqumus saətə həttə təmlə'ul ərdu zulmən və udvanən sümmə yəxrucu rəculun min itrəti əv min əhli beyti yəmlə'uhə qistən və ədlən kəmə muliət zulmən və udvanən. Həzrət buyurur ki, yeryüzü zülm və düşmənçiliklə dolmayınca qiyamət bərpa olmayacaq. Bu zaman mənim xanədanımdan, mənim əhl-i beytimdən bir kişi qiyam edərək yeryüzünü zülm və haqsızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaqdır. İmam Zaman salamun aleyhin gəlişini baxın, Əziz İslam Peyğəmbəri vədə verir. İmam Zaman salamun aleyhin qeyd etmək istədiyim o gözləntisi Şiyələrin, müsəlmanların, xüsusilə Şiyələrin bir önəmli məsələyə riayət etmələridir. Həmin məsələ xums məsələsidir. Mən ilk öncə İmam Zaman salamun aleyhdən bir nəql olunan məzəmmət amiz bir kəlamı qeyd edeyim, sonra bunun ətrafında danışaq. Həzrət buyurur, Lənətullahi vəl-məlaikəti vəl-nəsə əcməin ələ mən istəhəllə min əvvalimə dirhəm. Həzrət buyurur ki, Allahın, mələklərin və bütün insanların lənəti olsun o şəxsə ki, bizim malımızı halal bilər. Bizim malımız həmin Allah Taala'nın əhl-i beyt üçün, imam, zamanə imamı üçün ödənilməsi vacib olan xumsdan söhbət gedir. Hər kim bunu halal saysa, sui-istifadə eləsə, yüngül saysa, imamın bu nifrinə bir növ şamil olur. Bunun əksi olaraq çox saylı hədislər var ki, bir adam bu ilahi vacibi yerinə yetirsə, imamların duasına şamil olar. Aydın olduğu kimi mövzumuz bugün xums barədə biraz açıqlama vermək istəyirəm. Xums nə alimlərin, nə müştehidlərin, hətta nə imamların bir qərarlaşdırdığı qanun deyil. Allah tərəfindən bəyan olunan bir məsələdir. Ənfal surəsinin 41-ci ayəsində Allah Taala bu ilahi məsələlərin vacib olmasını bəyan edir. Bismillahirrahmanirrahim. Va'lamu ennema ghanimtum min şey'in فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللّٰهِ. Bilin ki, qənimət etdiyiniz şeylərin xumsu, yəni 5/1 Allah, Allahın elçisi, qohum-əqraba, yetimlər, miskinlər, yolda qalanlar üçündür. Allaha imanınız varsa. Başqa bir ayədə yenə xumsun vacib olması barədə buyurulur. Fə'tizzəl qurbə haqqahu vəl miskinə və ibnis-səbil zəlikə xayrun lilləzinə yuridunə vəchallah. Mədinədə nazil olan bu ayədə vurğulanır ki, qohum-əqrabanın, miskinin, yolda qalanın haqqını verir. Mədinədə nazil olduğu üçün bu təfsir alimləri də qeyd edirlər. Burada haqdan məqsəd həmin xumsdur. Ayənin axırı vurğulayır ki, bu
Allahın razılığını istəyənlər üçün xeyirdir. Allahın razılığını qazanmaq istəyənlər bu əməli yerinə yetirsinlər. Hədislərimizdə də xums barədə bəzi göstərişlər var, bəzi təşviqlər var, onun üstün xüsusiyyətləri barədə, bəzi məzəmmətlər var, qınaqlar var, ondan boyun qaçırdanlar barədə mən bir neçə dənə hədisə işarə edeyim. Xums barədə danışmağımın və bu mövzunu seçməyimin səbəbi budur ki, dövrümüzün imamını mən əminəm ki, yəqinim var ki, razılığı bundadır ki, şiyələr dəqiq öz vəzifələrini bilsinlər, ona əməl etsinlər və həmin vəzifələrdən ki, bu dövrdə çox önəmlidir, xums məsələsidir. Və ehtimal verirəm bəzi qardaşlar lazımınca bu barədə məlumatları yoxdur. Sadəcə əhəmiyyət və təzəkkür babından istədim bu önəmli ilahi vacibatı xatırladım. İmam Rıza əleyhissalam xumsdan boyun qaçırdan şəxsi barəsində bəzi danmaq sözlərindən sonra belə buyurur. Əvvələ mən yədxulun nər zu sərvətin minəl mali ləm yu'til malin həqqə. Cəhənnəmə daxil olan ilk şəxs o şəxsdir ki, onun malının, sərvətinin haqqını ödəmir, malının haqqını vermir. Malın haqqından məqsəd həmin xumsdur. Başqa bir hədisdə yenə İmam Rıza əleyhissalamdan nəql olunur. Həzrət buyurur, "Lə yəhillu məlun illə min vəchin əhəlləhullah." Baxın, bizim qazancımız, ruzimiz halal olsa da, onun pak olması, halal olması üçün Allahın təyin elədiyi vergini ödəmək lazımdır. Malın halal olmasının yolu o malın xumsunu verməkdir. Xums nədir? İzah edəcəm. Necə verirlər və xumsdan məqsəd nədir? Amma bunu ilk öncə bu məqamda bunu bilək ki, heç bir mal, hətta halal qazanılmış mal, Allah təyin elədiyi yolla halallaşdırmayınca halal olmur. Allah necə təyin edibsə, biz o malımızı halallaşdıraq, o yolla etməsək mal bizim sərf etməyimiz iqtidarında olmur. Biz o mala sahib deyilik, onu sərf edə bilmərik dinimizin göstərişinə əsasən. Həzrət buyurur, mal halal olmur, Allahın təyin elədiyi yolla addım atmamışdan başqa. Və innəl xumsə əvdənə alə dinlə. Sonra Həzrət xumsun bərəkətlərini sadalayır. Buyurur ki, xums dinin möhkəmlənməsinə səbəb olur. İnnəl xumsə əvdənə alə dinlə. Xums biz əhl-i beytin məktəbinin güclənməsinə səbəb olur. Növbəti xumsun təsiri əvnənə alə məvaninə. Bizim dostlarımıza kömək eləməkdə bizə kömək olur. Möminlərin, qardaşların abrının qorunmasına səbəb olur. İmamın duasına şamil olmağa səbəb olur. Həzrət buyurur, və lə təhrimu ənfusəkum duaənə mə qədərtum aleyh. Nə qədər bacarısız özünüzü imamın duasından məhrum etməyin. Həzrət buyurur. Xums verənə imam dua edər. Başqa bir bərəkəti xumsun insanın ruzisinin artmasıdır. Bu hədisdə vurğulanır ki, ruzinin kilidi, açarı həmin xums verməkdir. فَإِنْ إِخْرَاجَهُ مِفْتَاهُ فَإِنَّ إِخْرَاجَهُ مِفْتَاهُ رِزْقِكُمْ. Xums çıxartmaq sizin ruzinizin kilididir. Günahların kəffarəsidir
bu hədisdə vurğulanır. Xumsu çıxartmaq təmhisu zunubikum və mə təmhədunə li anfusikum liyevmi faqatikum. Ən önəmli xumsun faydalarından izahını verəcəm. İnsanın paçlanmasıdır, insanın günahlardan paçlanmasıdır. Qiyamət üçün azuqə yığmasıdır, insanın xumsunun çıxartması. Və sonuncu bu hədisdə qeyd olunan məsələ müsəlmanın vəfalığıdır. Müsəlmanın dinində vəfalı olmasının nişanəsidir xums vermək. Baxın, imamlarımız bu qədər təkid edir bu məsələlərə. Səbəbini İmam Sadiq əleyhissalam buyurur. Diqqət edin, niyə bu qədər xums vacibdir? Allahın ehtiyacı var, ya imamların ehtiyacı var? Baxın, İmam Sadiq əleyhissalam bəyan edir xumsun fəlsəfəsini. Mə uridu bizəlikə illə ən tutahharu. Biz bu əmrlə yalnız sizi paçlaşdırmaq istəyirik. Qabaqlar bu məsələni qeyd eləmişəm. Əziz İslam Peyğəmbəri buyurur ki, mənim ümmətimin bütün puldur, dirhəm, dinardır. Bunlara bağlılıqdır. Baxın, insan o halal qazandığı pul ki var, onu Allah yolunda, Allah əmr eləyib deyə verməklə özünü saflaşdırır, özünü paçlığa çıxardır, o qırır o bağlılığını. O bağlılığını qırıb, o şirin olan pulu Allah yolunda verməyi bunun insanı saflaşdırır, insanı paçlaşdırır. İmam Sadiq əleyhissalam buyurur ki, bu xums əmrindən istədiyimiz yalnız budur, sizi paçlayar. O büt ki var, Peyğəmbər Əkrəm buyurur, mənim ümmətimin bütüdür, onu sındırmağın yolu bulardır. Bu vergiləri verməkdir, infaq eləməkdir, onlara bağlanmamaqdır. İmam Sadiq əleyhissalam bir hədisdə bəndəliyin şərtlərindən biri bunu vurğulayır ki, bəndə o şəxsdir ki, bilə ki, mən heç nəyə sahib deyiləm. Mənim əlimdə olan ruzi, mal, hər nə varsa Allah tərəfindən verilir. Əgər insan bu düşüncədə olsa, infaq eləmək ona çətin olmaz. Xums vermək ona çətin olmaz. Çünki Allahdan bilir, Allahındır. O veribdi, əmr edir, bu yolda sərf elə, sərf eləyirəm. Verəcəm, yenə özü verəcəkdir. Hər şey odur, mənim ruzimi verən odur. Amma adam özü qazanan bilsə özünü. Desə ki, mən qazandım, mən zəhmət çəkmişəm, mən eləmişəm, ona ağır gələcəkdir bu əmrlər. Bu ağırlığı sındırsa, o səbəb olacaq insan daxilən yavaş-yavaş o təharətə çatsın, paçlaşsın. İmam Sadiq əleyhissalam buyurur ki, bizim istəyimiz yalnız budur. Baxın, xumsun əhəmiyyətindən danışandan sonra bu məsələnin fiqhi tərəfinə işarə edib sözümü yekunlaşdırırım. Xums 5də1 deməkdir, 5də1. Bir neçə şeyə xums düşür. Onlardan bizə vacib olanı, bizim çox qarşılaşdığımız gəlirdir. Bir insanın gəliri olsa, istəyir ticarət yolundan, istəyir bir yeri icarə veribdir, oradan gəliri gəlir, istəyir əkinçilik yolu ilə. Hər bir halda gəliri varsa və qeyd edəcəyim şərtlərdən ona xums düşür. Deməli, xumsun bir yeri gəlirin olmasıdır. Bir adamın istənilən hüquq alır, maaş alır, gəliri var. Ya özü bir ticarətlə məşğul olur, ya əkinçiliklə gəliri var. İndi bu gəliri əgər diqqətlə qulaq asın, zəhmət olmasa bu fiqhi məsələdir. Bir adamın gəliri var və xums ili də təyin olunur. Xums ilindən məqsəd insanın o işə başladığı vaxtdır. Bu barədə əlbəttə müştəhidlər arasında fikir ayrılığı var. Biz məsələnin əhəmiyyətini çatdırandan sonra qardaşlardan xahişimiz budur ki, bu məsələ ilə bağlı hər öz mərci təqlidinə
müştehidinə, o risaləsinə müraciət eləsin və dəqiqliyi ilə məsələsini və məsələləri öyrənsin. Bəzi müştehidlər qeyd edirlər, bir adamın işə başladığı gün onun xums ilidir, bəziləri qeyd edirlər maaş aldığı gün. Məsələn, bir adam yanvarın 1-i bir işə girir, bəzi müştehidlər deyir, bu sən xums ilidir. Bəziləri də qeyd edir ki, maaş aldığı gün, məsələn, yanvar ayının 30-u maaş alır. Bu işlə bağlı, ya əkinçilikdə əkin əkdiyim vaxt mənim xums ilimdir, ya o xeyir götürdüyüm, əkindən o meyvəni götürdüyüm vaxt mənim xums ilimdir. Hər bir halda bu oldu xums ili. Bu xums ildə bir dəfə vacibdir. Gəliri olan şəxsə ildə bir dəfə vacibdir. Əlbəttə bir adam hər qazanc əldə edəndə də çıxarda bilər xumsunu, müstəhəbdir. Amma ildə bir dəfə vacibdir. Mən indi yanvar ayının 1-i işə girmişəm. Növbəti yanvar ayının 1-i gələndə bütün o ehtiyacları mənim və mənim nəzarətimdə olan, mənim dolanışığımda olan insanlar, ailəm, övlad, atam, anam, hər kim varsa, mənim əlimə baxanlardırsa, onların bütün ehtiyaclarını ödədikdən sonra adi halda, yəni israf eləmədən, başqa bir əlavə xərclərsiz, onların ehtiyaclarını ödəyəndən sonra artıq qalan pulun 1/5-ni Allah yolunda verməyə xums deyirlər. Yenə təkrar edirlər, qazancımın bir il ərzində qazancımın əgər artığı qalırsa, bir adamın artığı qalmırsa, mən deyərdim, xoş halına. Xoş halına ehtiyaclarını elə ödəyib. Əlbəttə, bir adam əgər Allah yolunda təqvalı olsa, Allah xidmətində olsa, İslamın xidmətində olsa, nə qədər çox olsa da yaxşıdır, heç bir problemi yoxdur. Biri indi elə bir vəziyyətdədir, o kifayət edəcək qədər dolanışığını elə təmin edib, xums ili çatanda artığı yoxdur, onun bir vəzifəsi yoxdur. Amma bir adam ehtiyaclarını ödəyəndən sonra, misal üçün 1000 manat onun əlavə pulu var, qalıbsa, onun 1/5, 200 manatı indiki dövrdə İmam Zaman sallallahu aleyhin umumi nümayəndələr olan müştehidlərə, mərci təqlidlərə ya onların nümayəndəsinə çatdırılmalıdır. Yanvar ayının 1-i mən bütün ehtiyaclarımı ödəyəndən sonra görürəm bu qədər artıq qalır. Onun 1/5-i xums adlanır. Onu çıxartmağım və qeyd elədiyim yerlərə çatdırmağım vacibdir. Bu qısa olaraq şəri məsələsinə də işarə elədim, amma qeyd elədiyim kimi məsələnin təfərrüatları çoxdur. Hər kəs öz müştehidinə müraciət eləməlidir, məsələnin bütün tərəflərinlə tanış olmalıdır, bilmədiyi halda ruhanilərdən, ilahiyyatçılardan soruşmalıdır və önəmli olan budur ki, insan bu məsələyə məsuliyyətli yanaşmalıdır. İmam Zaman sallallahu aleyhin Mövlud günündə münasib gördüm ki, Həzrətin nifrin olan o duası ki var, məsələnin əhəmiyyətini göstərir. Və buna riayət eləmək də bunun əksi nə qədər imamın razılığını göstərir ki, nə qədər bundan razıdır. Bunu tərk eləməyə bu qədər qəzəblidirsə, bunu yerinə yetirməyə də bir o qədər razılığı var. Həzrətin sözünü bir daha oxuyum, sözümü yekunlaşdırıram. Həzrət buyurur, Lənətullahi vəl mələikəti vəl nəsi əcməin alə mən istəhəllə min əmvalinə dirhəmə. Allahın, mələklərin və bütün insanların lənəti olsun bizim malımızı halal sayanlara, yəni xums verməyənlərə. Və xums verən şəxslərə də İmam Zaman sallallahu aleyh dua edir. Və bu xums bayaq dediyim kimi yalnız və yalnız bizim paçlığımız üçün Allahın əmridir. Zamanə imamına, dinə
köməkdir. Allah inşallah bu ilahi vacibatı yerinə yetirməkdə hamımıza tövfiq versin. Allah Teala bütün müsəlmanlara halal ruzi və ruzilərinə bərəkət əta eləsin. Amin. Allah Teala İmam Zaman salamun aleyhin zuhurunu təcil eləsin. Bu Həzrətin nazənin qəlbini bizlərdən razı və xoşnut qərar versin. Bu Həzrətin razılığına səbəb olan əməlləri yerinə yetirməyi bizə tövfiq inayət eləsin. Allah Teala İmam Zaman salamun aleyhə xatir xəstələrə, xüsusilə nəzərdə olan xəstələrə şəfa inayət eləsin. Allah Teala zülmə məruz qalan insanlara, məxsusən Fələstin xalqına, Qəzzə xalqına yar və yardımcı olsun. Allah Teala İslam bayrağını bütün bayraqlardan uca eləsin. Allah Teala zülmündən əl çəkməyən, İslamla düşmənçilik eləyən zalimləri məhv-i nabud eləsin. Allah Teala inşallah aqibət və axirətimizi xeyirli qərar versin. Bizi bir an belə öz başımıza buraxmasın. Dualarımızın qəbulü üçün yadımızdan çıxan, haqqımızda xeyirli olan duaların barəmizdə qəbul olması üçün Muhammed və Ali Muhammedə salavat zikr Allahümme salli ala Muhammed ve ali Muhammed.